Böyle olmasa Peygamber'in kelamı var. Buyurur ki vaktiru kibarakum varhamu sigarakum. Peygamber böylelere asaklara ehtiram edin, hürmet edin. Kiçiklere de rəhm edin, mərhəmətli olurlar. Mən bir söz buyurdunuz, bizim Quzolma məsələsində də ahıllar ediliylər, kənd dilinə bizə həmişə qozalar ediliylər, ahıllar ediliylər, orada Sovet vaxtından var. Mən bu nüansı sizdən burada qeyd edeyim. Biz Sovet vaxtından var burada. 94-cü ilə isə orada köməklik olurdu. Kim eksan verib alırdılar, paltar verirdilər, yemək yaparırdılar. Yəni, Ulu öndərimizdən sonra hal-hazırda da, indi daha yüksək səviyyədədir. Hal-hazırda da Ali Başkomandanın, Mehriban xanımın göstərişinin elə yüksək səviyyədə orada teşkil olunub qocalara xidmət ki, ahılların ki, təsəvvür edib, heç nə qabul edəmirlər. Çox yüksək səviyyədə onlara xidmət olunur, dövlətin qaydısı. Bu bizim üçün çox mühüm bir dəyərdir. Mən onun şahidiyəm. Mən hərdən verirəm, elə yüksək səviyyədə xidmət var, elə qulluq var. Bir kənarına heç də qabul edəmirlər, özləri yüksək səviyyə. Bu bizim üçün doğrudan da böyük bir nemət. Çünki belə bir atalar misalı var. Ulu sözdən ulaq asmayan uluya oluyarlar. Çünki ağsaqqallarımız biz məktəbə gedəndə öyle deyirlər bizə ki, yolda gördüyünüz yaşlı adamlar var. Əyləşirlər, söhbət edirlər. Ulağın qabağından keçmiyor. Yolunuzu değişmiyor. Yaşlı adamları görəndə deyirlər siz məktəbə papaq koydu gedirlər. Deyirlər onları gördünüz, böyləri papağı çıxardın, qaraqat yanın. Da ular keçsin, hərəkət edir. Yəni doğrudan da böyükün, mən bir neçə nüansı sizin yanınızı salmaq istəyirəm. Elə Peyğəmbər Əleyhisselamın özünün buyurduğu kəlamı kimi Peyğəmbərin bir dənə səhabəsi olub, Həbib İbn-i Məzahir adında. Çox mömin bir insan olub, Peyğəmbərin dostu olub. Peyğəmbər dünyası dəyişəndən sonra Həzrət Əliyə qulluq edir. Ta yaşlanıb gəlib 80 yaşına satır. 80 yaş. Bu tarixdə var, kim istəsə bunu oxuyurlar. 80 yaşında Peyğəmbərin nəvəsi İmam Hüseyin Əleyhisselamı Kərbəlada alırlar mühasirə. Xəbər tutub deyirlər, sənin dostun Peyğəmbərin nəvəsini Kərbəlada şəhid eləmək istəyirlər, düşman alır. Bu 80 yaşında Peyğəmbərin dostu sahabəsi Həbib İbn Məzahir giyinir paltarlarını, özdə biraz cəngavər adam olur bu yaşda. Gəlir Kərbəlaya, İmam Hüseyin Əleyhisselamla görüşür, deyir ona ki, sən göşkənmirsən, sən yaşırsan, mən razı olmaram, qayıt qalır. İmam Hüseyin deyir ona. Mən heç vaxt qabul edəməm, sən 80 yaşın var sənin. Deyir, sən köpüyə gəlmişəm, bu işdən bularlar. Deyir, yox, mümkündür. Mən sənin babamla dost olmuşam. Baxmayarım, mən qocalmışam. Ancaq mən gəlib səni müdafiə edəməliyəm, şehid olsun müdafiə. Neyse, gücdən bəlanın icazlar mübahisəndən meydana gələndə yazırlar ki, bir dənə belə alnına parça bağlayır. Alnına belə parça bağlayır. Sual verirlər ki, alnına ne üçün parçanı bağlansın? Özü parçanı elə bağlayır ki, qaşları görsənir. Bir düşmənin üstünə gedirəm, qoca kişiyəm mən. Bağlamışam, qaşları bir bağlamışam, görməsinlər alnı qaşları, mənə qoca bilməsinlər. Görməm, gedir canlı fəda edir, indi şehit olur. İndi fikirlər, bir dənə böyük alim yazır ki, onu bir nəfər yuxuda görür. Bir alim behişlidir, bir üstündə şehitlərimiz behişlidir. Hal-hazırda demək olar ki, 27 sentiyabır, olmaya özü 44 günlük müharibədir. Deyir ki, onu görüb behişlər. Bizim də Peyğəmbərdən bir hədis var beləncə ki, bundan soruşurlar behişli, o alim bundan ki, behişdən yüksək əla yer yoxdur. Ona sual verirlər ki, sən ki behişləsən ha, hər şey var burada. Dünyaya gəlmək istəyərsən, deyir ki, heç kim də behişdə daxil olsa, heç kim behişdən çıxmaz, heç kim. Bir dənə dəstədən başlar. Kim behişdə daxil olsa, ona sonra behişdən çıxıb dünyaya çıxmaz. Bir dənə şehidlərdən başlar. Bu 44 gün müharibimizin şehidlər oldu ya. Şehidlər istəyərlər. Şehidlər hətta behişdə də olsa yalvararlar ki, sizi icazı verin, gedək bir dənə şehid olacaq. Qeydə gələk bir dənə şehid olacaq. Çünki biz şəhadətin ləzzətini bilirik. Gör nə qədər məqamları, bu 44 gün müharibədə nə qədər şehidlərimiz var. Allah onların ruhlarını bizə duacıdır. Həmin Həbib İbn Məzahirdən soruşurlar ki, sənin nə arzun var, bir tezədən dünyaya getmək,
və haqq olan insanlara kömək edin, gəldi şəhid olmayın. Və bu nöqteyi nəzərdən bu düşmənin yadıma çatdırdığınızı bir dənə də qoysanız, tarım edəz, yol meclisi, qonaqlarımız var, əziz insanlar. Mən sizi dinləmək istəyirəm. Mənim bir dənə dostum var, Qazidir. İndi burada əyləşənlərin çoxsunun dostumuzdur. Onu tanıyır. Səngərdə ayağına güllə deyil, əsamən gecir hal-hazırda. Mən bilmirəm, Xəyala xan deyəsə onu dəvət edəmir. Ya onu deyəcəm. Ya da ki, öz problemi olur. Çox məntiq. Mən bu ilə bir həftə yemək yeməsəm, yemək mənəvi qidadır ki, yemək maddi qidadır. Bir həftə mən yemək yemərəm bu söhbətə görə. Hələ bir qida gəlir mənə, mənəviyyatı doyuram. Dedi mənə ki, çox dostumdur mənə də Hacı Həsən Hüseyni. Deşdən kitabların müəllifi. Qazidir, Zəngilanlıdır. Zəngilanda demək, döyüşdə, səngərdə yaralanır. Hal-hazırda əlildir. Kitablara var, neçədə. Mən bunu etmək edildi. Xəbər tutsun, 85 danışmışam bunu. Mən səhərsiz danışmışam. Özümdən icazəsiz danışmışam. Bu birinci dəfə. O mənə bizimlə dostlardır, Xəyalı xandır tanıyır. Qısa deyirəm, özü də seyiddir. Seyirəsəniz. Bir gün mənə oturdu, söhbət edəndə dedi ki, buna sağ ol, qəhrəmansan sən. Özü vuruşursan, güllə deyib əyağa, neçə il xəstəxanada yatıb, üzüzsə. Əmindir də, hökumət onun necə lazım, başım verib var. Deyirsən ki, yox, mən bir sənin söz deyim, mən qəhrəmanım. Hər kimində olsa, istər-istəməz deyər ki, sən gəldi olmuşam. Olur da insandır, vuruşmuşam, güllə deyib mənə, gezmiş. Bu elə deyil. Deyir ki, bu güllə ona görə deyil, mən qəhrəmanlıq edim. Deyirəm, nəyə görə? Heç özüm üçün deyil, elə-eləcə deyib bu söz ki, uçuram ələmiylə. Dedim, mən cavan olanda, biz avtobusa gedirik. Olur da cavan. Avtobus olur, gözəndən yaşlı adam gəlir. Bizdə qanun ki, qocanın ölməkdir. Ağsaqqala yaxşı saxlamayırlar. Böyle gelmişim. Bu bizdə mütləq. Bir cavan olmuşam, nadan olmuşam, anlamamışam. Yaşlılar gəlib yanında yatsa, mən başqa olarım, çiğnəyə güvə yatmışam. Özümü yuxuluğa verirəm ki, daha mənə deməsin, mən görmüşsən, ağsaqqal yanında yuxuluğa verirəm, özümü belə şişəyə çörək, başımı qoyuram, gözləmiyim, az yatmamışam. Bir elə işlər eləmişdim, cavan var, gəl bax. Mən onda başa düşdüm, güllə əyağıma deyil, orada başa düşdüm Allah-u Teala, bu əyağını sən dincədirdin, qalxmırdın ayağa, ağsaqqallar yanmışdı. Axıllar özləri müqəddəsdirlər. Axıllar bizim valideynlərimizdirlər. Böyük gəlir, böyükdür. Bəs bu cəzanı məbəri Allah. Bu nə heç kim deməsə? Ladan olar ki, yərkədə mən vuruşdum, atdılar güllə. Yox, o öz bir ən böyük insanlığın uca mərtəbəsi etirafdır. İnsan həqiqdir. Gönlündə Pakistandır ki, öz bizim nüqsanını deyil, cəzası deyil, buna görə deyə əyağından vurdular. Bu əyaqlarını sən dincədirdin, yaşlılar yanmışdı, sən onlara hörmət edəmədin. Ona görə deyə Allah cəza verir, mən də başa düşmüşəm, düzələməmişəm. Gör, insan öz həqiqətini necə deyil, biz bundan ibrət götürməliyik də. Allah sizdən razı olsun. Buna görə İmam Allah özü də, Peyğəmbər özü də, imamlar özü də. Gəl də biləm sizə. Ağsaqqlar hər millətdən olsun, hörmətini saxlamaya lazım. Ay bu Rusdur, bu nə bilim filandır, olmaz. Qonşudur, ağsaqqaldır, yaşlıdır, ehtiramını saxlamaya. Hətta mən bir hədis oxudum, onun Cəlaləddin Rumi olur, böyük alim. Məsələsi var orada. Məsələn, bu məşhur insan deyə, bu ilə qarıram, axırıncı sözüdür. O yazır onu. Məsələdə yazır, məsələvi mənəvi, azadlıqlar. Orada yazır ki, Həzrət Əli sübh namazına gedirdi, Peyğəmbərin sağlığında. Sübh namazı meclisdə qılırdı. Həzrət Əli gecikirdi sübh namazı. Çünki sübhün vaxtı var da, sübhün vaxtı gedir. Peyğəmbər də sübhdə namazı var ki. Gecikirdi Həzrət Əli, gördüğündə ağsaqqal gedir qabağında. Fikir ver ha, Həzrət Əli imamdır, Peyğəmbərdən sonra ikinci şəxsi. Gördüğündə yaxşı kişi gedir qabağında. Fikirləşdi ki, ağır gedir o. Deyir ki, mən bunu gözləsəm, namaza geciksən. Yox, keçsən də bir ədəbliydi. Özü də Yahudi olur ağsaqqalda. Yəni, müsəlman olmayın. Yəni, fərqi yoxdur. Hər millətin olsun, böyüdün ölməsini sağlamaq lazımdır. Deyir ki, başlayın yavaş özü etmək, keçmir onu. Yubanır. Ta o ağsaqqal
Gecəndən sonra namazı geçiyor. Peygamber de namaz kılır. Peygamber namaz kılır. Namazın da namazlarından bilir de Allah namazı kabul etsin. Allah o namazın hatırından bize necap versin. Allah anlamıştır ama. Peygamber gelip namazda rükû var da birinci rekitin rükûsunda duası var. Subhane Rabbiyel azim ve bihamdükel. Oraya gene namazı koşulmak olur. Namazlarına yaxşı bilir, ben de bilirəm. O başlayıb uzalmaya orada Peygamber. Mesela bir kəlmə deməliydi, 10 kəlmə deyir. Ki İmam Əli yolda daxil gəlməlidir. Uzadı gəlib çatsız koşulsun namaza. Oradan əgər qalxsa rükûda da Həzrət Əli koşula bilir namaza. Gecikdiyinə görə. Görüldü Peygamber adamı. Cəlalətli ruhu deyir ki, o kadar sözü uzattı. Həzrət Əli gəlib çatdı koşuldu. Namaz tutarandan sonra namazı çatdı. Sual verdiler Peygamber'e ki, sen neye göre uzattın? O duanı orada, rükûda. Dedim ben namaz kılanda ilahi taraftan hissederdim ki belime küreğime o celaletli ruhu yazdılar. Hissederdim ki belime küreğime neyse tokundu. Hissederdim ki mənə işarə olundu ki biz kəlmələri uzat yine. Neyse mənə tokundu. Belki de deyir ki Cenab-ı Cəbrail'in kanadıydı. Mən belimə tokundu. Ona göre duanı başladım çok oxumalar. Sen demək İmam Əli gəlirmiş, namaza geçişmesin, saqqıla hörmət edildiğine göre, namazına gelip namazına geçişmesin, namazı elden geçmesin, Allah Teala ona bu yoldan işarə edip ki, gözde gelip koşulsun, çünkü bu elə bir iş təqdirə layık ki, böyükün ölmədir. Allah böyüklərimiz var burada, ahıllarımız var, aksaqqallarımız var, hanımlar var, qonaqlar var, siz bizim böyük, siz nökərlisiniz, siz bizim böyükünüzsünüz. Sizin sayesinde insan bilmiyor. Kızılgül ağacı var ha. Kızılgül ağacı. Kızılgüle su verirsen, su verirsen. Bu kızılgül, bu suyu içi inkişaf ediyor. Kızılgülün dibinde olan tikan onun için. Tikana hiç kim su vermez. Ama o tikan da kızılgüle su verdiğimize göre onun hesabına su içi. Ama mesele budur ki yaşıyor iyice. Ama tikan göre bilsin ki suyu kızılgülün hesabına verirler ona. Hiç hayat. Biz de sizin hesabınıza yaşıyoruz. Sakalların hesabını yaşıyoruz. Bereketimiz, meyletimiz, hayatımız. Siz sakalların bereketli yoksa siz kime lazım? Siz olmasın size kime lazım? Ona göre bu nöqteyi nəzərdən deyirəm. Hamımızın ahıllar bayramı mübarək olsun. Hamımızın canı sağ olsun. Qonaqlarımız ələtsiz hoş gəlirlər. Burada olan insanların hamısının əllərindən yağlanma ötürüyük biz onu. Çünkü siz bizim böyüklərimizsiniz. Siz bizim meclislərimizin qiymətlərisiniz. Biz sizdən qurbalıyıq. Mən ad sayla baxıb görəm burada. İnan hamımız mənə doğmasına ona görə ad çəkirəm. İnan, çəksən burada hamımız istəyirəm. Ad böyle çək, hamımız əziz insansız mənə üçün. İcra mənim. Gəl etsə həbib, gəl etsə təbib. Hər dərdə dərim, sən bir nəsələ mənə çıxırım. Gəl etsə təbib, hər dərdə əlac. Hər dərd ki var, gəl etsə təbib, hər dərd bütünhanə əlac. Həkim gizlin dərdlərə əlac edə bilər. Gəl etsə təbib, hər dərd bütünhanə əlac. Amma edə bilməz, qəm hicranə əlac. Hicran qəminə əlac yoxdur. Hicran mənim, bizim belə ən əziz adamımızdır, onun simasında mənim bir kəldə söz bilsən əladadsan ki, bir qolun dindir, bir qolun idman. İdmanda biz yəni ki, sənə fəxr edirik, sən simanda bu insanların hamısını salamlayırıq. Çox sağ olun, var olun, minnətdaram və selamu aleyküm və rəhmətullah. Bakı kəndlərində olan insanlar salavat ərəqlərində, salavat tanıyardı, başlar kəndlərində varında. Salavat ərəqlərində, bir gün mənim cavan vaxtım idi, bu salavat ərəqlərində açaqda. Çox müdürlük, məclis sözlər danışır. Çox belə ləzzətli mənim. Mənim cavan vaxtım idi, uşaqlardan bir dedim, kameranı götürürüm. Mən siz bir dənə adamın yanına baxsam ki, müdürlük adamdır, açaqda bunu gedək çəkəyəm. Götürüb gəldim, Ağzaqların yanına, 82 yaşı var. Şirin söhbətlər elədi, gözəl söhbətlər. Sonra qalanda ağzımda bir dənə cümlə sözdür. Mən bu cümlə sözü sizə çalışmaq istəyirəm. Danışa çəkənlərə dedi, kamera çəkənlərə dedi ki, mən söhbətlər elədim, mən ölüb gedəcəm, amma siz məni diriləcəksiniz.
Yani yıllarla intihar böyle şeyler, güzel. Bu çekenlerin zahmeti çok gayret. Onların maaşını borçluyum ki Allah canlarını sağ olsun, Allah vücutlarında atlısı çekilemeler, hamı görün kimsizde. Yani size de minnettarlık veririm ki, siz bizim zahmetimizi çekirsiniz. Daim sonra mehter gelince yaşatırsınız bizi. Allah sizi yaşatırsın, ömrünüzün olsun. Sağ olun.